Qazaxıstandan Azərbaycana Xəzərin dibindən fiberoptik kabelin çəkilməsinə gələn ilin yay aylarında başlanması planlaşdırılır. Xəzər dənizində həmin bu kabelin keçəcəyi dib ərazisində marşrutun analizləri yekunlaşmışdır. Yaxın zamanlarda bu işləri həyata keçirilən şirkət tərəfindən hesabat operatorlara layihənin iştirakçılarına təqdim olunacaqdır. Həmçinin Xəzər dənizinin dibi ilə çəkiləcək fiberoptik kabelin artıq istehsalı üzrə də işlərə başlanılmışdır. Xəzərin dibi ilə çəkiləcək fiberoptik layihə rəqəmsal İpək yolu layihəsinin bir istiqaməti olaraq Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Bu layihə təkcə Mərkəzi Avropanın deyil, bütövlükdə Avropa qitəsinin enerji təhlükəsizliyində də mühüm əhəmiyyətə malikdir. Azərbaycan işğaldan azad olunmuş əraziləri yaşıl enerji zonası elan edibdir. O cümlədən regionda hidroenerji və külək enerjisindən istifadə istiqamətində stansiyalar tikilir, beynəlxalq investisiyalar cəlb edilir. Qazaxıstanın kifayət qədər həm günəş, həm külək enerji ehtiyatları var və bu fiberoptik layihə Orta Asiyanın və Azərbaycanın enerji ehtiyatlarının, elektrik enerjisinin Avropa bazarlarına nəqlinə təkan verəcəkdir. Layihənin reallığının ən, belə deyək də, mühüm göstəricilərindən biri ondan ibarətdir ki, layihənin maliyyələşdirilməsinə bağlı investisiya ayrılır Avropa Birliyi tərəfindən. Layihənin əhəmiyyəti barədə ATV Xəbərə danışan Qazaxıstanlı politoloq Janat Manikulov da deyir ki, layihə strateji cəhətdən də əhəmiyyətlidir. Данный проект создает перспективы для регионального энергетического сотрудничества. Bu layihə regional enerji əməkdaşlığı və yeni satış bazarlarından çıxış üçün perspektivlər yaradır. Layihənin reallaşdırılması region dövlətlərinin strateji bağlılığının artırılması, beynəlxalq bazarlarda iqtisadi, texnoloji təsirin genişləndirilməsi, Xəzər regionunun rolunu artıran yeni nəqliyyat kommunikasiya marşrutlarının formalaşdırılması, habelə rəqəmsal texnologiyalar və energetika sahəsində əməkdaşlığın gücləndirilməsi deməkdir. Qısaca demək olar ki, bu layihələr Azərbaycan və Qazaxıstanın suverenliyini gücləndirəcək, telekommunikasiya əlaqələrinin dəfələrlə inkişafına töhfə verəcək. Siyasi şərhçilər onu da əlavə edir ki, bu layihə ölkələrimiz üçün rəqəmsal kommunikasiyaların gücləndirilməsi, beynəlxalq internet trafikinin, internet əlaqələrinin genişləndirilməsi, rabitənin yaxşılaşdırılması və qlobal rəqəmsal platforma və infrastrukturda regionun rolunun artırılması baxımından böyük imkanlar yaradır. Turanə Tağızadə, Teymur Hüseynli, ATV Xəbər.